Salamlayıram hər birinizi. Biz bugün 4-cü sinif riyaziyyat dərsliyindən ölçmə haqqında danışırıq. Uzunluq ölçü vahidləri. Uzunluq ölçü vahidləri kiçikdən böyüyə doğru sıralasaq millimetr, santimetr, desimetr, metr, kilometr olaraq sıralanır. Biz buna sol əl qaydası deyirik. Hal-hazırda baxın, sizin qarşınızda sol əliniz var. Barmaqlarınız kiçikdən böyüyə doğru belə deyək düzülüb. Seçələ barmaq, ən kiçik barmaqdan doğru saysaq millimetr, santimetr, desimetr, metr və kilometr olaraq qeyd edə bilərik. Dostlar, mənimlə birlikdə təkrarlayın. Hər 10 millimetrimiz 1 santimetr deməkdir. Hər 10 santimetrimiz 1 desimetr deməkdir. Hər 10 desimetrimiz 1 metr deməkdir. Hər 1000 metrimiz 1 kilometr deməkdir. Uyğun olaraq, məsələn, santimetr millimetrdən 10 dəfə böyükdür. Desimetr santimetrdən 10 dəfə böyükdür. Metr desimetrdən 10 dəfə böyükdür. Kilometr isə metrdən 1000 dəfə böyükdür. Bu, təkrar üçün olan təbii ki, tapşırıqlardır. Təkrarlayırıq uzunluq ölçü vahidlərini. Sonra nəyi bilməliyik? Hər 100 santimetrimiz 1 metrdir. Hər metrimiz 100 santimetrdir. Hər 1000 millimetrimiz 1 metrdir. Hər, belə deyək, 100 santimetrimiz 1 metrdir, bunu dedik. Və uyğun olaraq hər 100 millimetrimiz 1 desimetrə bərabərdir. Qarşımızda xəttkeş var. Xəttkeşi özünüzdə əlinizə ala bilərsiniz, ona baxa bilərsiniz. Mavi zolağın deyil, uzunluğunu müəyyən edin. Baxın, ilk öncə mavi zolağın uzunluğu. Uşaqlar burada necə bir səhv edirlər? Buradan 7-ni görürlər. Deyirlər, müəllim, 7 santimetrdir, 5 millimetrdir. Bu yanlış ölçmədir. Niyə? Çünki biz adi 1-ci sinifdən ölçmələr aparırıq, düzdürmü dostlar? Ölçmə apardığımız zaman nəyi qeyd edirik? Baxın, buradan bura qədər 1, 2, 3, 4, 5, 6 santimetr. Bura 5 millimetrdir. Bax, bu balaca xətlər millimetrdə uyğun olaraq. 5 millimetr də burada var. 5 millimetrlə də 5 millimetr toplasam olacaq 10 millimetr. 10 millimetr də uyğun olaraq bərabər olacaq 1 santimetrə. Deməli, 1, 2, 3, 4, 5, 6 santimetr. 10 millimetr, baxın 6 santimetrimiz var. Üstə gəlinsin 5 millimetr, 5 millimetr, ay metr yox, bircə dəqiqə. 5 millimetr, üstə gəlinsin 5 millimetr bərabərdir. 6 santimetrin üzərinə 10 millimetr əlavə etsək, olacaq 7 santimetr. Davam edək. Deməli, mavi zolağın uzunluğu 7 santimetrdir. Yaşıl zolağın uzunluğu bunun 7-də 5 hissəsinə bərabərdir. Yaşıl zolağın uzunluğu neçə millimetrdir? Deməli, biz santimetri uyğun olaraq millimetrə çevirək. 7 santimetr bərabərdir. Millimetrə çevirmək üçün ona vuracaq. 70 millimetrə. 70 millimetrin 7-də 5 hissəsini tapmaq üçün dostlar 70-i bölürük 7-yə, vururuq 5-ə. Bu da bərabər olacaq 50 millimetrə. Deməli, bizim yaşıl zolağımız uyğun olaraq 50 millimetrə bərabərdir. Yaşıl zolağın uzunluğu neçə millimetrdir? 50 millimetr. Burada siz mənim dərsin əvvəlində qeyd etdiyimiz uzunluq ölçülərini əzbər bilməlisiniz. Videonu əvvələ qaytararaq bunu dəfələrlə təkrarlayın. Ta ki, əzbərə keçənə qədər. Çünki vurmanı bildiyiniz kimi əzbər bilməlisiniz. Məsələn, sizdən soruşur, sən orada millimetri gördüyün zaman artıq sən düşünə bilməzsən ki, görəsən bu 10 idi, 100 idi, 1000 idi, neçə idi görəsən. Təqribi yadında saxlama, dəqiq bilməlisən onu. Barmaqların vasitəsilə yadında saxla. Hər barmağına baxdığın zaman birisinin o birisindən nə qədər böyük olduğunu əzbərlə. Bu sənin işini rahatlaşdıracaq, hesablamanı düzgün aparacaqsan və salam. Davam edək, öyrənmə. Ölçü vahidləri arasında bax, bu hissələri bilmək üçün ilk öncə əzbər. Aydındır, bax, əzbərlə və salam. Qarşına qoy bir qayda olaraq videonun əvvəlində qeyd etdiyim qaydada əzbərlə. Bu sənin işini rahatlaşdıracaq. Ölçü vahidləri arasında əlaqədən istifadə etməklə bir vahidi başqa bir vahidlə ifadə etmək olar. Bəli, kilometri metrədə çevirə bilərsən, kilometri millimetrdə, santimetrdə, desimetrdə çevirə bilərsən. Uyğun olaraq, qarşılıqlı olaraq bu vahidləri bir-birinin əvəz edə bilərsən. Ölçü vahidləri arasında əlaqədən istifadə etməklə bir vahidi başqa bir vahidlə ifadə etmək olar.
Böyük vahidlə verilmiş ölçünü kiçik vahidə çevirdikdə ölçünün qiymətinin vahidin uyğun qiymətinə vurulur. Yəni, məsələn, biz deyirik ki, bizim 1 metrimiz 100 santimetrdir, düzdürmü? Sən böyük vahidi, hansı ki, böyük vahid anlayışını birbaşa düşək. Ən kiçik uzunluq ölçü vahidi millimetrdir. Sonra gəlir santimetr, sonra desimetr, sonra metr, sonra isə kilometr. Uyğun olaraq ən böyük ölçü vahidi kilometr, sonra metr, sonra desimetr, sonra deməli santimetr, sonda isə gələcək millimetr. İndi böyük vahid dediyi zaman kilometr və metri müqayisə etsək, böyük olan kilometrdir. Və yaxud metrlə santimetri müqayisə etsən, böyük olan metrdir. Millimetrlə santimetri müqayisə etsən, uyğun olaraq böyük olan olacaq santimetr. İndi sən böyük vahidi, yəni kilometri metrə çevirmək üçün, metri santimetrə çevirmək üçün, santimetri millimetrə çevirmək üçün dostlar, biri o birisindən neçə dəfə böyükdürsə, həmin ədədə vuracaqsan. Məsələn, sənə deyir ki, 1 kilometrimiz neçə metrdir? 1-i vurursan 1000-ə, 1000 metrdir. 3 kilometrimiz neçə metrdir? 3-ü vurursan 1000-ə, 3000 metrdir. Uyğun misallar qur özün. Məsəl üçün, 5 kilometr neçə metrdir? 5-i vurduq 1000-ə, 5000 metrdir. 6 kilometr neçə metrdir? 6-nı vurursan 1000-ə, 6000 metrdir və s. və ilə axır. Davam edək. Metri santimetrlə ifadə etmək üçün dostlar, metrlə verilmiş anlayışı ədədi santimetrə çevirmək üçün 100-ə vuracağıq. Məsəl üçün, 5 santimetr neçə metrdir? 500 santimetrdir. Santimetrlə verilmiş anlayışı millimetrə çevirmək üçün dostlar, verilmiş ədədi 10-a vuracağıq. Çünki hər 10 millimetr 1 santimetrə bərabərdir. Uzunluq müxtəlif vahidlərlə verildikdə onu eyni vahidə çevirmək olar. Baxın, 2 kilometr 235 metr verilib. 2 kilometri metrə çevirmək üçün uyğun olaraq 1000-ə vurur. 235 metrdə olduğu kimi saxlayır. Deməli, 2 kilometr 235 metr bərabərdir 2235 metrə. Uşaqlar, məsələn, kilometri metrə çevirmək ilə çətin gəlməyir. Santimetri, millimetri öyrənirlər. Ən çox qorxduqları vahid desimetrdir. Baxırsan ki, orada artıq onu gördükləri zaman əlləri ayaqlarına dolaşır. Onu da öyrədəcək, eybi yoxdur. Asandır yəni. Çətin heç nə yoxdur. Sadəcə olaraq vahid qaydadır. Davam edək. Deməli, adi kəsirlərlə verilmiş ölçülər daha kiçik vahidlərlə ifadə etmək olar. Ümumiyyətlə, bu kəsir anlayışında bu uzunluq ölçü vahidini başa düşməlisən. Sən onu başa düşdünsə, yəni əvvəldə onluq kəsiri qarışıq ədədi başa düşmüsənsə, yəni mümkün deyil ki, sən onu uzunluq ölçü vahidində başa düşməyəsən. Davam edək. Deməli, 5/3 kilometri metrlə ifadə etmək üçün kilometr metrə çevrilir. 1000 metrin, baxın bu 5/3 sənin kilometrin özündən kiçik vahidlə ifadə olunmalıdır. Çünki o 1 tam kilometr deyil. Birin hissələridir, 1 kilometrin uyğun hissələridir. Hələ necə deyim? Məsələn, 1000 metr deyil də, 1000 metr ola bilmir. 1000-dən kiçik ədəddir. Əgər özündən kiçik vahidlə ifadə eləyəsək. 1000 metrin 5/3 hissəsi uyğun olaraq sən bunu metrə çevirirsənsə təbii ki, məsələn, santimetrə çevirirsənsə daha böyük anlayış, 10.000 metrin uyğun hissəsini tapırsan təbii ki. Baxın, 5/3 kilometr dostlar, 1000-in 5/3 hissəsinə bərabərdir, 600 metrə bərabərdir. Baxın, burada da göstər, 1,5 kilometr, 1 kilometr 5/3 kilometr. 1 kilometrə uyğun olaraq 1000 metrlə əvəz edirsən, 5/3 kilometrdə uyğun olacaq 600 metrə. Necə tapdıq? 1000-in 5/3 hissəsini tapmaqla müəyyən etdik. 1 kilometr neçə santimetrdir soruşur bizdən. 1 kilometr neçə santimetrdir? Baxın, 1 kilometr, sən kilometrdən başlayaraq santimetrə doğru getsən, verilmiş ədədi 1-i bir dəfə 1000-ə vuracaqsan. Çünki metrə çevirdik 1000-ə vurduğumuz zaman. Oradan desimetrə keçirəcəksən, təkrar 10-a vuracaqsan. Santimetrə gəlmək üçün bir dəfə də 10-a vuracaqsan. Bu cavabda siz taparsınız. Görək neçə eləyir. Davam edək. Bələdçiyə baxırıq dostlar. 1,1 metr, 1 metr 10,1 metr. Bunları uyğun olaraq santimetrlə ifadə edir. Gəlin baxaq. 5/1 metrdir. Neçə santimetrdir? İlk olaraq sən buradan çevirməni aparmağı bacarmalısan. Metri santimetrə çevirmək üçün yuxarıda nə etdik? 100-ə vurduq. Deməli,
uyğun olaraq sənin 5də 1 metrin santimetrə uyğundur. Yəni 100-ün 5-dən 1 hissəsinə uyğundur. Sən bunu santimetrə çevirmək üçün 100-ün 5-dən 1 hissəsini tapacaqsan. 100-ü 5-ə bölürsən, 1-ə vurursan. O da bərabər olacaq neçəyə? Təbii ki, 20-yə. Deməli, uyğun olaraq 20 santimetrə bərabərdir. 5də 1 metr, 1 metr də demək deyil. Uyğun olaraq biz onu santimetrlə ifadə edəcəyik. Hələ 1 metrin hissəsi də tam bitə bilməyib. Deməli, davam edirik. 2 tam 2də 1 santimetri millimetrlə ifadə et. Sənin bu 2 tamın, yuxarını silək bircə dəqiqə. Bax, sənin bu 2 tam hissən elə 2 santimetr deməkdir. 2 santimetr, gözəl yazdım. Dəqiqə. Buradan yazacağım. 2 santimetr. Üstəcənsi tam hissə elə santimetrdə. 2də 1 santimetr bərabərdir. Dostlar, bizim 1 santimetrimiz 10 millimetrdir. Böyük olan vahidi, kiçik olan vahidə çevirmək üçün 10-a vururam. 2-ni vurdum 10-a, elədi 20. Burada 20 millimetr var. Üstəcənsin. 2də 1 santimetri millimetrlə ifadə etmək üçün 1 santimetrimiz 10 millimetr olduğu üçün onun 2də 1 hissəsini tapıram. O da bərabər olur 5-ə. O da bərabərdir 5 millimetr. O da bərabərdir 25 millimetr. Davam edək dostlar. 12 kilometr neçə metrdir? 1 kilometrimiz 1000 metr olduğu üçün 12 kilometrin neçə metr olduğunu tapmaq üçün 12-ni vururuq 1000-ə. O da bərabərdir 12 1000-ə. 12-ni 1000-ə vurmaqda asandır, bilirsiniz. Sıfırları götürüb yazırsınız. 1, 2, 3. 12-nin əvvəlinə 12.000 metr. Davam edək. 5 metr 5 santimetr. 1 metrimiz 100 santimetrdir. 5 metri santimetrə çevirmək üçün uyğun olaraq dostlar vuracaq neçəyə? Təbii ki 100-ə. 5-i vurdum 100-ə. Oldu 500 santimetr. Üzərinə 5 əlavə etdim. O da bərabər oldu 505 santimetrə. Baxırıq 3 metr 25 santimetri millimetrə çeviririk. Bizim 1 metrimizi millimetrə çevirmək üçün dostlar 1 metrimiz 1000 millimetrə bərabərdir. 3 metrimiz olacaq. 3-ü 1000-ə vururam. 3000 millimetr. Üstəcəlisi santimetri millimetrəni ifadə etmək üçün 10-a vuracağıq. 250. O da bərabərdir 3250 millimetrə. Davam edək. 1 kilometri santimetrə çevirməyə çalışacağıq. Dostlar, bizim 1 kilometrimiz metr olaraq 1000 metrdir. Amma bayaq yuxarıda göstərmişdim. Yadınızda. Haradaydı o? Buradaydı desəm. Bizdən soruşur ki, 1 kilometr neçə santimetrdə? Baxın, 1000-ə vurduq, sıfırları əlavə eləyəcəyik. Baxın, neçə olardı? 1000-in özünü götürürəm, onun sıfırını götürürəm. Uyğun olaraq 100 minə bərabər olacaq. 100 min. Deməli, 100 min santimetrə uyğundur. 1 kilometrimiz santimetr olaraq 100 minə uyğundur. Üstə gəlsin 30. O da bərabərdir 100 min 30 santimetrə. Videomuzun davamı olacaq dostlar. Kanalı izləmədə qalın. Bu cür maraqlı videolar üçün nə edirsiniz? Videonu bəyənin və kanala abunə olun. Videonu paylaşın. Sizinlə mən idim İncəgül müəllimə İsmailova. Videonun davamı olacaq. Səhifəmizi izləyin.